Yapon alimləri Down sindromuna axır ki çarə tapdılar. Necə? İndi deyəcəm, amma öncə kanala abunə ol və video like etməyi unutma. Onlar CRISPR gen redaktası texnologiyasından istifadə edib Down sindromuna səbəb olan əlavə 21-ci xromosomu hüceyrədən çıxarıblar və bununla da hüceyrənin normal fəaliyyətini bərpa etməyə nail oldular. Tədqiqatçılar xüsusi dəqiqliklə işləyən bir metod hazırlayıblar. Bu üsul normal 2-21 xromosoma toxunmadan yalnız artıq olan 3-cü nüsxəni hədəfə alaraq onu aradan qaldırırlar. Sınaqlar zamanı hüceyrələrin təqribən 30.6%-də əlavə xromosom uğurla silindi. Bu isə ilk dəfə göstərib ki, xromosom anomaliyalarını onların yaranma səbəbi səviyyəsində belə düzəltmək mümkündür. Bu yanaşma çox vacib bir dəyişiklikdir. İndiyə qədər tibb əsasən Down sindromunun əlamətlərini yüngülləşdirməyə çalışırdı. Yeni metod isə problemin məhz genetik mənbəyini hədəfə alır və CRISPR texnologiyası molekulyar qayçı kimi işləyir. Bu genetik və molekulyar qayçı əvvəlcə normal xromosomları əlavə nüsxədən ayırd etməyi öyrənir. Daha sonra isə yalnız artıq olan xromosomları yüksək dəqiqliklə kəsib çıxardır. Hazırda bu tədqiqat yalnız laboratoriya mərhələsindədir və insanlar üzərində hələ ki tətbiq olunmur. Amma alimlər hər uğur faizini artırmalı, həm də bu texnologiyanı insan orqanizminə təhlükəsiz şəkildə çatdırılmasının yolunu axtarırlar. Bununla yanaşı bu kəşf mühüm etik suallar da doğurur. Bəziləri hesab edir ki, genetik xəstəliklərin qarşısını almaq tibbin əsas məqsədlərindən biri olmalıdır. Bəziləri isə düşünür ki, biz bunu etməklə insan genomuna və gələcəkdə hər hansı bir digər fəsadlara səbəb olacaq. Amma bir şey dəqiqdir. Tibb inkişaf etdikcə bizim əvvəllər həll olunmayacaq dediyimiz problemlərin həlli yavaş-yavaş tapılır. Əgər bu cür xəbərlər və bu cür maraqlı məlumatlar sənə də maraqlıdırsa, o zaman mütləq şəkildə kanala abunə ol və videonu like etməyi unutma.